cəzada. Hər bir eşit, oğlun, qardaşın başını aparıb iyun altısında həmin hadisə yerində kəsəcəm. 5 nəfərsiz, onlar neçə nəfər? Onlar 30-35 nəfər. 30-35 nəfər. Ölən kim tərəfdəndir? Onlar tərəfdəndir. Necə olub bəs 5 nəfər onu öldürüb? Bilmirəm. Onlar özləri öldürüb bunu arada. Özləri öldürüb. Bizi vurduqları yerdə ölüb bu adam. Xəsarəti bunlar özləri törədi. O məqamda sən qardaşını vurub öldürərdin? Kim? Sən. Niyə vururdum ki? Sən niyə vururdu qardaş Heç oğlunu? onlar da bilməyib ki, o oğlanın zərbə gəlir. O oğlan orada ölməyib. Hadisə yerində ölməyib. Onun başı yarılır. Son sözüm o kimi adamı öldürməmişim. O adamı görməmişəm. Özləri öldürüb. O özləri öldürüb. Özü mənə döyən adamlar hanı burada? Başqabla ruacam Mən qabağıma keçin, mənə döyən adamlar. Sən dökən kimdir? Dayın oğlanlar bağlı. Özləri öldürüb o. Gökülüb üstənin məvranı o adayı öldürüb. Bəli, mən son sözüm budur. Xahiş edirəm, düzgün qərar qəbul olunur. Bu işin mən daxilində ki, türmədə də oturacam, hər şey ediləcək. Ancaq düz. Həmin mənə döyən adamlar gəlsin. Sən külbaş, o şalvar için. Gəlib düşmüşəm bura. Hər iki qardaş. Heç bir o ölümdə bizim barmağımız yoxdur. Onu törədənlər oturub zalda. Zalda oturublar. Heç bir düzgün araşdırma gedməmişdir. Müstənqid tərəfindən bu adamların səsinə, küyünə baxmır. Mən bunu deyirəm. Ədalətli hökm çıxardasınız. Hadi ədaləti mən edim.